Salam əziz dəyərli izləyicilər. Bugün sizə Dolça bürcünü təqdim edirəm əzizlərim. Bax əziz dolçalar, elə bir siz üçün bu həftə önəmli bir keçid dövrüdür. Elə bir təxirə saldığın qərarlar artıq səbrini doldurub. Daxilində güclü bir dəyişmək istəyi yaranıb. Amma bu dəyişiklik ani yox, düşünülmüş və dərin bir dəyişiklikdir. Bu həftə sən əvvəlki, yəni özü büruzə verəcəksən ki, mən əvvəlki dolça deyiləm. Daha yetkin, daha ayıq, daha səssizsəm. Yəni, həm də seçiciyəm. Bəzi insanlara, bəzi mövzulara qarşı baxışın kökündən dəyişə biləcək. Artıq sən özünü kənara qoymayacaqsan. Həftə boyunca həm daxili sükut, həm də xarici bir hərəkət eyni anda baş verəcək. Bəzən də tək qalmaq istəyəcəksən. Bəzənsə insanlarla dərindən danışmaq ehtiyacı hiss edə biləcəksən. Yəni, deyərdim ki, ruhun bu həftə sənə çox şey pıçıldayır. Yəni, əgər öz ruhunu dinləyirsənsə, qazanan sən olacaqsan, əziz dolça. Düzdür, uzun illərdir. Çox problemlər yaşadın həyatda. Qara buludlar aldı başınızın üzərinə. Hətta baş götürüb, problemlər içindənmi, bəzi insanların əlindən qaçmaq istədiniz. Amma bu problemlərin içində dik duruşunuzla çox insanları özünüzə qarşı qısqandırdınız, təəccübləndirdiniz. Dostluq xəyanəti, sevgi xəyanəti, ailə içində xəyanətlər gördün. Hətta işlə əlaqəli, şəxs həyatınla əlaqəli haqqıva girənlər oldu. Səni günahlandırdılar, ağlayıb yatanlar oldu gecələri. Artıq inan ginən ki, əziz dolça, qara buludlar gedir, yollar açılır, küskünlüklər barışıq olur. Sənə borcu olanlar borcunu qaytara bilər. Borcun varsa yavaş-yavaş borcu ödəməyə başlayacaqsan. Ev, maşın almaq niyyətində olanlar, inşallah ki, mal-mülk sahibi ola biləcəksiniz. Övlad sahibi olmaq, övlad sahibi olacaq, amma zaman. Çünki çox şeyi bəziləriniz axara necə buraxdınız, zamana buraxdınız. Səbr edib o zamanı gözləyirsiniz. Güclənəcəksən, araşdırma aparıb, biliklər öyrənirsən. Artıq ağzının dadını pozmaq istəmirsən. Sənə zərər verənlər oldu. Bəzən düzdür, qara-qara düşünürsən, amma aydınlığa doğru gedirsən. Qorunma altına girmişsən, bəziləriniz qorunma etdirmişsiniz, bəlkə də rituallar edirsiniz, bəlkə də yazdırmışsınız. Təmiz niyyət və dəyər verənlər, bax, sənin yanında ola biləcək. İstəməyərək birdən-birə bəzi yanlışlar etdin. Onun da bədəlini ödəyirsən. Bəziləriniz ödəyəcək hələ də. Əlinizə bax, pul gələcək, sıxıntı, üzüntü gedəcək, durğunluq var həyatında, durğunluq yavaş-yavaş gedəcək. Enerjin yavaş-yavaş düzələcək, əzizim. 3 ayın içindəmi, 6 ayın içindəmi, ya 6 ay arası, 3 ay arasında bir yüksəliş, bir mövqeyə çıxırsan. Düzdür, nə qədər hərəkət etsən də, əzizim, bəzən özünü tənha hiss eləyirsən, tək hiss eləyirsən, yolunda tək gedirsən elə bir. Biraz diqqətli olacaqsan. Bəzi yanında, ətrafında, çevrəndə insanların yanlış olduğunu hiss edə bilərsən. O yanlış yoldan çəkinəcəksən, artıq o yanlışlıqlara addım atmaq istəməyəcəksən. Sənə həsrətlə baxanlar ola biləcək. Çox mərhəmətlisən, mərhəmətli hisslərin var. Yalan sevmirsən, istəmirsən qarşındakı yalan danışmasın. Bəzən sıxışmış kimi özünü hiss edə bilərsən. Ətrafında insanlar çoxdur sənin, əziz dolça, amma çoxunla bağ qurmursan. Mesajlara, ifadələrə, öz ifadələrinə bu həftə diqqət et. Gərəksiz mübahisələri burax. Sən güclənmək istəyirsən, güclüyə doğru gedəcəksən. İş yerindən dəyişiklik,
Sən özünü olduğun kimi qəbul edəcəksən. Dərin düşüncələr içindəsən, çox düşünürsən. Həyatında elə bir həyatına elə bir yaşanmış şeylər olmuş ki həyatında. Yəni elə bir ruhun içindəsən ki, əzizim, bax görsən, özünü yorğun, halsız hiss edirsən. Yatarkən belə çox rahatsız olursan. Elə bir içində bir qorxu var. Elə bir nəsə bir pis şeylər eşidəcəksən, tədirgin kimisən. Biraz bəzinizdə üzüntü də var. Elə bir hərdən elə pis olursan ki, əziz Dolça, heç nə indirsən, faydası yoxdur, dəyəri yoxdur, sıxıntıların var. Amma inan yenə ki, küllərinizdən doğulacaqsınız zamanında. Sənin arxanca plan edənlər, quyu qazanlar, tələ qazanlar özləri tələyə düşəcəklər, zərər çəkəcəklər. Amma bir tək sən sinirinə, öfkənə kontrol et. Bəzən elə bir ki, öz sinirinə, öfkənə kontrol etmədən qarşındakını əzib keçmək istəyirsən. Sevgin varsa da, bəlkə də birini sevirsən, sevgi var da içində, xoşlayırsan, amma ailən onu bəyənmir və ya qarşı tərəfin ailəsi səni bəyənmir. Arxandan negativ işlər görə bilərlər, arxandan narazıçılıq dolduruşa gətirə bilərlər qarşı tərəfi də və ya səni. Həm də əziz Dolça, arxandan negativ işlər eləyirlər, lənət kimi negativ şeylər yollayırlar sizə tərəf. Biraz özünü təmizlə, duzlu sunan yaxalan, evi duzlu sunan küncləri sirkələ, Bəqərə surəsini, Şahmərən duasını, Nas Fələk surələrini oxu ya oxut evində. Bəzən özünə qapanırsan, sosial bir insansan, elə bir təkliyə çəkilmişsən, əlində olanı itirməkdən qorxursanmı? Xoşbaxtlığı ağız dadı ilə yaşamaq istəyirsən, baş ağrıqlısan, şans gələcək, qoçaqsan, həyatın sənə verdiyi acıların hamısını yaşadın. Hər bir şeyi ödəyəcəksən. İş həyatında öz mövqeyini göstərmək zamanıdır, əzizim. Uzun müddətli sanki kölgədə qalmısan, amma indi etdiklərini görməyə başlayırsan və ya bəzi insanların etdiklərini görməyə başlayacaqsan. İşləyirsənsə rəhbərlik, müdiriyyət ya səndən yuxarı mövqedə olan insanlar sənin bacarığını daha da açıq şəkildə fərq edə biləcəklər. Əgər iş dəyişimi, yeni sahəyə keçmək, əlavə qazanc mənbəyi yaratmaq istəyirsənsə, bu həftə plan qurmaq çox yaxşıdır, uyğun vaxtı sənin üçün. Amma tələsmə, tələsik qərar vermə. Çoxlu strategiya qurmalısan, daha da çox strategiya qurmalısan. Dərhal hərəkət etmə. Bəzi dolçalar iş yerində söz-söhbət, qeybət, anlaşmamazlıqlar olacaq. Burada əsas məsələ sakit qalmaqdır. Çünki sənin səbrin və qarşı tərəf, yəni qarşı tərəfi öz səbrinlə qarşı tərəfi susturacaqsan. Bax, evdə onlaynla çalışan dolçalar var. Yəni onlaynla iş görür, evdə yaradıcılığı yüksəkdir. Yeni ideyalar axın kimi gələcək sənə. Həftənin sonuna doğru isə bağlı, ümid verən bir xəbər ala biləcəksən, əziz Dolça. Maddiyyatla da ki, düzdür, pul gəlir, eyni zamanda da gözlənilməz xərclərin çıxacaq. Pulu hara, kimə, nəyə verdiyini əsas onu bil. Kiməsə borc vermə bu həftə, kimdənsə pul alma bu həftə, ehtiyatlı ol bu həftə. Köhnə maddiyyatla olan məsələ yenidən bax, həyata keçə bilər. Bəlkə də vaxtı ilə verdiyin pul, bəlkə də yarımçıq qalan bir razılaşma bu həftə impulsif, yəni alış-veriş səni sonradan peşman edə bilər. Amma düzgün plan qursan, əzizim, bax, fevral ayına maddiyyat baxımından daha da rahat girə bilərsən sən. Maddiyyat qazanmaq üçün fikir yaranacaq səndə. Ya da ki, varındırsa o planın bir ağ vərəqə al, yaz, oldu yaz. Məsələn, mən bu qədər aldım, mən iş tapdım, mən iş qurdum və ya neysə də, yəni, oldu kimi. Çünki bu planla getdiyin, yazıb, sonra yandır vərəqəni, at ki, bu ideyaların yaxın aylarda real bir sənə maddiyyat gətirə bilər. Sevgidə biraz diqqətli ol. Çünki düşündürücü həftədir. Münasibətində olan, ailən olan, sevgili olan dolçalar qarşı tərəfi biraz da yaxşı tanıyacaqsan bəzi məsələlərlə baxaraq. Bəziləriniz yeni tanışlıqlar ola biləcək, gözün açılacaq.
ya arada balans pozulubsa, açıq söhbətlər qaçılmaz olacaq sizlər üçün. Subay dolçalar maraqlı bir tanışlıq ola biləcək. Təhsillə oxuyan, karyeranın qabağa gedən yenə bir tanışlıqlar ola bilər. Yeni bir tanışlıq, ya sevdiyin varsa təhsilində bax, qarşı tərəfdən sənə rəqabət, paxıllıq, aranızı vurmaq istəyən ola biləcək. Buna diqqət et. Özünə ruhi uyğunluq axtarırsan. Təkcə romantika yox. Keçmiş sevgindən xəbər gəlməsi ehtimalı var. Bu bir bağlantı deyil. Çünki artıq sən bu həyatdan dərs aldın. Bu bir dərs kimidir əzizim. Çünki sənin təcrübən də gücləndi əzizim. Valideynin yaşlı böyük üzvlərindən ailə içində ona bağlı məsuliyyət hissi artacaq səndə. Vasitəçi rolunu oynayacaqsan. Barışdıran, anlayan, dinləyən tərəf sən olacaqsan. Qohumlarla bağlı bəzi incikliklərin var. Bəzi gözlənilməz xəbərlər gələcək qulağa. Keçmişdə yaşamış küskünlüklər, incikliklər xatırlayacaqsan. Daha sakit, daha müdriksən. Çünki həyatda enişli, yoxuşlu yollardan keçdin sən. Bəzi köhnə əşyaları çıxartmaq istəyirsən, atmaq istəyirsən, yeniləmək istəyirsən. Amma büdcəvə görə düşünürsən, alınacaq əzizim. Sonra elə bir anidən sevinç gəlir sənə. Çevrəni süzgəcdən keçirəcəksən əzizim, bəzi insanları. Bəziləri də baxırsan ki, maraq üçün sənin yanındadır. Bəzi yoldaşlıq etdiyin yoldaşlıqlardan uzaqlaşacaqsan. Səssizcə uzaqlaşacaqsan. Çünki görəcəksən onları. Rahatlanacaqsan uzaqlaşdıqca. Qonşularla bağlı xırda mövzular, xəbərlər, söz-söhbətlər eşidəcəksən. Amma bunlara enerji sərf etməyəcəksən. Sənin üçün artıq dəyərli insanlar, yəni dəyərli insanları düşünürsən artıq. Yuxuların qəşəng, mənalı, simvolik ola bilər. Bu həftə bir 10 gün içində arxa-barxaya gözəl yuxular görə bilərsən. Buna diqqət et. Gördüyün yuxuları sulara danış. Əgər belə çətin yuxular görsən, amma gözəl bir yuxu görərsən, onu danış ki, həyata keçsin əzizim. Telefonla, sosial medianla çox qalmaq səni bu həftə yoracaq. Bir telefonumu dəyişmək istəyəcəksən. Niyyətin var, dəyişəcəksən əzizim. Anidən telefonumu dəyişəcəksən. Çalış köhnə planları bu həftə gözdən keçirtginən. Yarımçıq qalan söhbətləri də tamamla çalış. Kimə hə, kimə yox deməyi də öyrən, müəyyən et. Tələsik qərarlardan uzaq ol. Hisslərini, bax bayaq deyirəm də, hisslərini yaz. Yəni yazdıqca o sənə şəfa gətirəcək. Özünü də günahlandırma. Keçmişdən dərs aldın artıq. Özünü hər kəs üçün yorub, özünün içini susturma. Sənin dəyərin səssiz qaldığın yerlərdə gizlidir əzizim. Yəni sənin dəyərin yüksəkdir, əziz dolca. Sənin dəyərin qızıldır deyərdim. Həqiqətən bunu bilən adamlar üçün. Bilməyənlər bilmir. Düz deyə hər bürcdə deyirlər. Püsdir, dolça püsdir, dolça alladır, dolçanın gözü qaynayır. Əzizim, hamısı elə deyil. Hər bürcdə var. Gözü qaynayan da var, düzü də var, yalanı da var, hər bürcdə var. Yəni mən bunu həmişə də təkrarlayıram, təkrar olmasın. Yəni dolça bürclərindən olanlar qəlbləri çox açıqdır, safdır, təmizdir. Doğru düzgünlüyü istəyir, azadlığı sevir. Heç kimdən işi yoxdur, zəhmətkeşdir, istəyir ki, çalışsın, vuruşsun, bir şey ortalığa çıxartsın. Bax, iş yerində bir sənət məsələlərini həll edəcəksiniz. Bir də ev sənətinə əlaqəli bir çıxarışdır, nədirsə, bir məsələləri həll edəcəksiniz. Çalışın ki, bu həftə övladınıza vaxt ayırın. Övladınız varsa, övladınızla gözəl söhbətlər edin. Çünki övladınızın yanlış yola addımı ola bilər bəzi dostlarla. Ona görə diqqətli olun, əzizlərim. Diqqətinizə görə var olun, sağ olun, dəstəyinizə görə çox sağ olun.